Bakı-Şamaxı Yevlax avtomobil yolunun Ağsu aşımından keçən hissəsində sürüşmə qeydə alınıb. Yolun hazırda dayandığımız bu nöqtəsində 147 və 149-cu kilometrlikdə baş verən sürüşmə nəticəsində asfalt örtüyü dağılıb, ərazidə çatlar yaranıb, iri yarğanlar və çökmələr müşahidə olunur. Qeyd edək ki, bu ərazilər ümumilikdə sürüşməyə meyilli ərazilərdir və burada tez-tez sürüşmələr baş verir. Sonuncu sürüşmə nəticəsində məhz yolun bir zolağı tamamilə dağılıb. Yol lentlənib və yola xəbərdar edici nişanlar qoyulub. Sürücülər digər zolaqla hərəkət etmək məcburiyyətində qalıb. Yolun vəziyyəti aşırım, iki yerdə sürüşmə var. Çox bədbəxt vəziyyətdədir. Bu səhər mən orada gələndə 3-4 dənə yağmaya düşdüm, özü pis düşdüm. Bir tərəf bağlıdır. Bu belə iki yerdə sürüşmə var. Ağsudan çıxandan sonra orada kətlər var. Təxminən bir 15 kilometr. O yollar Padar kəndinə qədər. O yol bərbad haldadır. Ağsu aşırımı belə baxanlar Respublikada adla deyilən yoluydu bura. Peraval deyirlər, dolaylar deyirlər Ağsu aşırımı. Hal-hazırda Ağsu aşırımında bir neçə yerdə çökmələr var. Çox təhlükəli vəziyyət. Yalandan lent bağlayıblar ki, güya ki, görməyib gecə gəlsin o lent adamı nə saxlayacaq. Və yaxud da ki, biz tədbir də görən yoxdur. Bura nətər deyərlər, güclü injiner lazımdır. Həmən bu sürüşməni nəzərə alsın, bura sıvaylar vurulsun, ağarsın, neynəsin. Gətirgən bunu yalandan qazı üstündən vur, 5 gündən sonra yenə çökəcək. Aktivləşir də biraz yağış yağan kimi, olan kimi aktivləşir, onu görə çökür. Yəni burada ya alternativ bir yerdən çəkilməlidir. Nəsə axır anaz götürülüb bir şey eləməlidir. Təhlükədir, qardaş, görmədin, gecə vaxtında gündüz gördün. Gəldin bax, uçurmacıya görə, sürüşməyə görə bu bir yoldan geçsin, tək zolaq da qardaş, bir zolaq yoxdur. Demək olar ki, yox.